Ev şəraitində mayonez hazırlayıram. Bizə lazım olan ərzaqlar biraz qara istiyotdur, duzdur. İndi zövqə görə də çox tökməyin, duzlu olar. 3 dənə qaynadılmış yumurtadır. Sonra yarım ədəd limonun sokudur. Bir də duru yağıdır. Varmıdır stəkanın burasından. İndi nə edirik dostlar? Belə qab kimdə yoxdursa, dostlar, problem deyil. Yəni başqa bir balaca bir qabda da eləyə bilərsiniz. Yəni ev şəraitində siz də hazırlayın. Vallahi marketdən aldığım bilmirsən necədir, nədir. Mən biraz bunu çalım, sonra dostlar, indi birazca duru yağ əlavə edirəm. Duru yağı az-az tökün. Qara istiyotu da əlavə edirəm. Tuzu da əlavə edirəm. Tuzdan amma biraz saxlayıram, birdən çox olur. Bir də limon sokunu. Limon soku onun üçündür ki, dostlar, yumurtanın yəni dadı gəlməyəcək. Baxın dostlar. Dostlar, indi mən bunun qatılığını sizə göstərim. Görün, bazardan, mağazindən, yəni alınan mayonezin nəyə əskikdir. Yəni siz də hazırlayın, uşaqlarınıza rahatçılıqla verin. Bəlkə də deyirsiniz ki, o bişmiş yumurta, çiğ yumurta ilə də bilirəm dostlar, xardal tökürsən. Amma yəni bu hamısından qəşəngdir. Siz də hazırlayın, uşaqlarınıza rahatçılıqla verin, nuş eləyin. Yəni sizin üçün paylaşdım ki, bəlkə xanımlar kimsə götürər, hazırlayar. Belə. Dostlar, yığdım qaba və bu qədər mayonez oldu. Siz də hazırlayın. Bir də onu deyim ki, dostlar, kim istəmirsə qarğıdalı yağı yəni istifadə eləmirsə, zeytun işlədirsə, zeytun yağı da vura bilər. Heç bir fərqi yoxdur. Yəni görün, qatılığına da baxın. Siz də hazırlayın, nuş eləyin, uşaqlarınıza rahatçılıqla yedizdirin. Gülləri bində açıb, səhər-səhərdir, kirni gözəldir. Keçən dəfə çəkəndə açmamışdılar. Yəni o vaxt axşamüstü olanda yumulur. Gözəlliyinə baxın. Dostlar, 2 gün bundan qabaq vlogumda paylaşmışdım güllərimi. Bu gülüm Kitayskoy rozam qonşum vermişdi. Bunu bankədə böyüdülər. Demişdi necə elə elədim. Maşallah bir ilə yaxındır da belə.
Böyüdü, bu boydadır. Prosto həyətə çıxartdım, gördüm belə olub rəngi. Belə bozardı neçə günün qabağında. Sağ olsun izləyicilərim, Allah canlarını sağ eləsin. Onlar yazdılar. Bir xanım yazdı ki, içəri qoy, gün götürmür onu, gün vuranda tez xarab olur. Bəzi xanımlarımız hərədə bir söz yazdı. Bir xanım da yazdı ki, dibinin torpağı bərkdir, dibini şeydir. Nədir? Torpağını dəyişdirin. Evdə gübrəli torpağım var idi. Yarıya qədər götürdüm o torpaqdan, gübrəli torpaqdan tökdüm. İndi evə qoymuşam, maşallah. Biraz indi görürəm ki, düzəlib. Orada da baxın, gül açacaq. Bir dənəsi də buradadır. Görüm haradaydı, burada. Bir dənəsi də buradadır. İnşallah çiçək açsın, görüm hansı iki təsir rozalardır. Bir var mikrofon kimidir belə, bir var qat-qat. İnşallah yəqin ki, o qat-qatdan olar. Kompot eləyirəm, alçam var idi, qırmızı alçaydı. Onu doldurdum bu aromabat butulkalarına. İçinə də şey tökmədim. Baxın, pesok tökmədim. Pesokum var idi, amma ekonomiya elədim. Ərik mürəbbəsinin soku var idi, qalmışdı. Ondan tökdüm. Yəni, amma pesoku bir armud stəkan tökürəm. Belə bunu gözə yarı tökdüm. İndi su doldurup bağlayacağım. Qaynar su doldururam. Adım 5 bank oldu. Belə. Üstünə də dəsmal örtəcəm. Qalsın, soyuyandan sonra götürəcəm. Üçbacı dolması pişirirəm. Yəni biz badımcan dolması deyirik. Uşaq adam üçbacı deyir. Əti malat idi, yağlı çəkilmiş. İçinə soğan doğradım, tökdüm, qovurdum. Azca su tökdüm, qovurdum. Sonra yağını əlavə elədim. Yağlı idi, biraz da özüm əlavə elədim. Sonra qovruldu. Qovrulandan sonra pomidorun için çıxartdım, onu vurdum. Reyhan vurdum. İndi bilmirəm siz göyərtə vurursunuz yoxsa yox. Mən vururam. Burada da badımcanı qoymuşam, qaynayır. İndi götürürəm süzəm. Biberi də için təmizləmişəm. Bax, pomidorun için çıxartmışam. Belə. Yığdım. Belə. Pomidorları həmişə biraz bir boğum qaynayandan sonra biberlə badımcanı ondan sonra yığırdım. Hani indi bir yerdə yığdım elə. Stəkana qədər də belə su əlavə eləyirəm. Çünki pomidorundan suyu çıxır, badımcanın da. Buna görə suyu çox olur. Qıda əlavə elədim, belə. Pişsin, göz haqqınızı da halal eləyin. Siz necə hazırlayırsınız?